Əzizlərim, mən indi sizə biznes bonus haqqında məlumat vermək istəyirəm. 30-cu biznes ilində biznes bonusun yenilikləri nədən ibarətdir? Deməli, mən məsləhətçiyəm, yadınızda saxlayın. Mən məsləhətçiyəm və şəxsən özüm 200 bal dövriyə edirəm. 200 bal dövriyə edirəm. İmtiyazlı müştərimin balı olmadan şəxsən tək özüm 200 bal edirəm. Gəlirəm, adıma yeni bir əməkdaş qeydiyyat edirəm. Bu əməkdaşı istəyir məsləhətçi olsun, istəyir müştəri olsun. Əgər bu qeydiyyat etdiyim imtiyazlı müştəridirsə, ay ərzində mən əlimdən gələni edirəm, həmən imtiyazlı müştəri 200 balını tamamlasın və məsləhətçi keçsin. Mütləq məsləhətçi keçməlidir. Çünki o klub 200-ə də qoşulacaq. Deməli, 200 balını vurur. Mən 200 balımı vururam. O da 200 balını vurur və ikinci ay, bu birinci aydır, qeydiyyatın birinci ayı. İkinci ay bu əməkdaş təkrar 200 balını edir və üçüncü ayda təkrar 200 balını edir. Baxın. Mən əməkdaşı dəvət etdim, o məsləhətçi oldu. Mən bir dəfəmlik məsləhətçi olaraq da qeydiyyat eləyə bilərəm. İmtiyazlı müştəri olaraq qeydiyyat edib, həmən ay məsləhətçi də keçirdə bilərəm, 200 balını tamamlasa. Deməli, birinci ay gəldi 200 balını tamamladı, düzdür, əla. İkinci ay gəlir yenə 200 balını vurur, çünki klub 200-ü də götürməlidir. İkinci ay klub 200 balını vuranda, deməli, mən rəhbər olaraq bu əməkdaşdan 40 AZN, daha doğrusu 20 AZN, 20 manat. 20 AZN pul mükafatı alıram. 20 AZN. Pul mükafatı, pul formasında. Eynisini bu əməkdaş 3-cü ayda da 200 balını vurur. 200 balını vurur. Mən yenə də bu əməkdaşdan 20 AZN pul mükafatı götürürəm. Və beləliklə bir məsləhətçidən mən rəhbər olaraq 3 ay ərzində 40 AZN pul götürürəm. Bunu pul formasında götürürəm. Yəni ki, heç bir sertifikat falan olmadan, yalnız pul formasında götürürəm. İndi bir anlıq siz təsəvvür edin ki, mən öz adıma, rəhbər olaraq öz adıma neçə belə məsləhətçilər qeydiyyat etmişəm. Və onlar hər biri gəlir, bu qaydada, başa saldığım kimi, eyni qaydada şərtləri eləyirlər. İndi təsəvvür edin, birinci əməkdaşdan 40 manat, ikinci əməkdaşdan 40 manat, üçüncü əməkdaşdan 40 manat və beləliklə mən adıma nə qədər əməkdaş dəvət etsəm, o qədər də çox qazanacağam. Hər yeni gələn məsləhətçidən 40 manat görün nə qədər eləyir. Bu, mənim özümün hesabıma vurduğum məhsulların keşpekindən, ümumi dövriyyədən gələn, deməli, komandadan gələn puldan, mənim maaşımdan, hamısından əlavə gələn gəlirdi. Gördünüz? Deməli, 1, 2, 3 əməkdaşdan 120 manat pul qazanıram. Bu, 5 nəfər əməkdaş olsa, mən 5 nəfər belə insan, əməkdaş gətirsəm, mən 200 manat pul qazanmış olacağım. Bu, mənim maaşımdan əlavə olan gəlirdir. Bu biznes bonus bu il 30-cu biznes ilində qüvvədədir. Sentyabrın 1-dən 2025-ci ildən qüvvəyə minib və çalışın bu biznes bonusu hər bir məsləhətçi qazansın. Bu arada onu da qeyd edim. Tutaq ki, mən rəhbər olaraq öz adıma əməkdaş dəvət etmişəm, o məsləhətçi olub və bu məsləhətçi də tutaq ki, adını qoyaq Fidan. Fidanı gətirmişəm, Fidan yeni gələn məsləhətçidir. Mən Fidandan 3 ay ərzində 40 manatımı götürdüm. Fidan da gələn kimi 200 balını vurdu. Düzdür? Klub 200-ə qoşuldu. 6 ay ərzində 70 manatdan 200 manata qədər olan məhsulu 70-200 görürsünüz. 200 manata qədər olan məhsulu 6 ay ərzində əgər ardıcıl olaraq 200 balını tamamlasa, klub 200-ə qoşulur və bunu götürür cəmi 20 manata.
Cəmi 20 manata götürür. Bu olacaq Klub 200-ün şərti. Düzdür? Klub 200-ün şərti. Bu qazancından savayı bu fidan 25% keşbek götürür. Ədəvanı çıxmaq şərti ilə 25% keşbekini də götürür. Hə, bu fidan gəlsə, mən rəhbərin etdiyini də etsə, yəni öz adına məsləhətçilər dəvət etsə, bir neçə dənə məsləhətçi dəvət etsə, bu fidan da mənim qazandığımı qazanacaq. Yəni, indi təsəvvür eləyin. Fidan gəldi, məsləhətçi oldu. Məsləhətçi olandan sonra ədəvə çıxılmaqla 25% keşbekini götürdü. Plus üstəlik 6 ay ard-arda 20 manat ödəməklə 70 manatdan 200 manata qədər olan məhsulu sertifikat Klub 200 olaraq, hədiyyə olaraq əldə elədi. Düzdür? Qazancları görürsünüz. Plus üstəlik adına da əməkdaş dəvət edib, onlar da məsləhətçi olsa, hər dəvət etdiyi məsləhətçidən əgər şərtlərə, bax yuxarıda dediyim kimi əməl olunsa, hərəsindən də 40 manat pul mükafatı alacaq. Qızlar, nə hədiyyə, nə bir şey pul formasında alacaq. Bundan da 40 manat, bundan da 40 manat. 80 manat da buradan qazandı. Ona görə dayanmaq yoxdur. Bu, bütün məsləhətçilərə aiddir. İstəyir 5 il əvvəl qeydiyyatı olan əməkdaş, istəyir bugün qeydiyyatdan keçmiş məsləhətçi. Bu qaydalar hər birinizə aiddir. Biznes bonusu əldən verməyin.